FAO-nun araşdırmalarına əsasən hər il 24 milyard ton torpaq eroziya olaraq məhv olur. Allah Allah. Bəli, hər il 24 milyard torpaq, yəni zarafat deyil. 24 milyard ton torpaq. Bəli. 4500 kilometr uzunluğunda ağac əkilib. Və bu işə indiyə kimi 100 milyard dollardan çox vəsait xərclənib. Yaxşı, bu qədər vəsait xərclənibsə, yəni nə görülüb? Ortada nə var? Belə deyirik. Yəni bu qədər pul xərclənib, ortada nə var? 66 milyard ağac əkilib. Hələ bu 66 milyard ağac əkilməsi 2023-cü ildən verilən məlumatdır. Və bu da biz bilirik ki, Çinin 27% səhralaşma altındaydı. Səhralar olan yerdə də nə olur? Qum fırtınaları olur. Bu 4500 kilometr ağacın əkilməsi, ağac səddinin əkilməsi qum fırtınaların 20%-ə qədər azaldı. World Resource Institute'un 2023-cü ildə bir araşdırması vardı ki, deyir ki, 2050-ci ilə qədər kənd təsərrüfatı məhsuldarlığı 12%-ə qədər aşağı düşəcək. Allah Allah. Bəli. Amma Afrikada bu rəqəm 50%-ə qədər aşağı düşəcək. Vay. Bu da yəni dəhşətli rəqəmdir. 600 milyon insanın ac qalmasına səbəb olur. Saloğlu mebel rahatlıqla yanaşı sağlamlığa da zəmanət verir. Avropa istehsalı premium keyfiyyətli xam mal, ekoloji təmiz, antialergik materiallardan hazırlanan mebellərlə özünüzün və ailənizin qeydinə qalın. Mebeli Saloğlu'dan alın, rahatlığın fərqinə varın. Buonasera. Sən də özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, əziz insanlarımız şu. Xahiş edirəm, Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, xoş gördük. Açar yenidən efirdədir. Biz bu silsilə verilişlərdə düyünləri açmaq istəyirik. Uzun uzadı danışmaq asandır. Amma faydalı danışmaq çox çətindir. Deməyim çox çətindir, amma çətindir. Diqqət tələb edir. Bugünkü dəyərli qonağım gənc alimdir. Əli Bağırlı, Bakı Dövlət Universitetinin aqrokimya ixtisası üzrə doktorantı, tədqiqatçı. Əli bəy, xoş gördük. Salam, hər vaxtınız xeyirli olsun. İlk öncə mən həm sizi, həm bütün izləyiciləri salamlayıram. Aleykümselam. Sizə və sizin kollektivinizə bu gözəl, dəyərli layihədə uğurlar arzulayıram. Təşəkkür edirəm. Əli müəllim, sizin bir gənc alim olaraq özəlliklərinizdən biri də sosial şəbəkədə geniş fəaliyyət göstərməyinizdir. Bizim arzumuzdur ki, Azərbaycanın müxtəlif ixtisaslardakı alimləri insanlarla təmasda olsunlar, elmin populyarlaşdırılması deyirlər də buna. Elmi universitet otaqlarından, auditoriyadan gətirsinlər, ümumiləşdirsinlər, bütün insanlara təqdim etsinlər. Siz də bu sahədə çalışırsınız. Söhbət çoxdur. Ümumiyyətlə, sizin sahəniz kənd təsərrüfatı sahəsidir. Amma bayaq dediyimi yenidən təkrarlayayım. Baxın, faydalı danışmaq, konkret danışmaq, uzun uzadı danışmamaq. Uzun uzadı danışmaq olar, 2 saat danışmaq olar, amma faydalı. Biz istəyirik ki, o cür danışaq. Bizim verilişə baxan Azərbaycanın kənd təsərrüfatı sahəsində bir Azərbaycan haqqında bir təsəvvür olsun, vəziyyətimiz nə yerdədir? Ümumiyyətlə, kənd təsərrüfatı
navaqdan başlayıb dünyada? Bu sahə iqtisadiyyatda nə qədər rol oynayır? Bax, bu mövzuları danışmaq istəyirik. Biz kənd təsərrüfatı sahəsində irəliləyə bilirikmi? Vəziyyətimiz nədir? Ümumiyyətlə, iqtisadiyyatımız kənd təsərrüfatı sahəsindən nə qədər asılıdır? Nə qədər asılı olmalıdır? Bəlkə hansısa yolu düz getmirik və s. və ilə axır. Kənd təsərrüfatı sahəsi dünyada nə vaxtdan başlayıb ümumiyyətlə? İlk öncə onu demək istəyirəm ki, suallarınız həqiqətən çox dolğun və uyğun suallardır. Kənd təsərrüfatı təxminən eramızdan 12 min il əvvəl kənd təsərrüfatı yaranmağa başlamışdı. İnsanlar bilirik ki, əvvəllər yığıcılıq və ovçuluqla məşğul idi. Amma insanlıq təbiətlə bir müqavilə bağladı. Nə müqaviləsi? Bir toxum ək, minlərlə götür. Bu müqavilə, mən hətta onu deyərdim ki, təkcə kənd təsərrüfatının deyil, böyük bir mədəniyyətin başlanğıcı idi. Bu məhsuldar hilal var. Məhsuldar hilal anlayışı Dəclə və Fərat çayının kənarında olan bir aypara bir yerdir. Bura təxminən düşür İraq, Suriya və s. digər ölkələr. Ora nəyə görə faydalı idi və orada nəyə görə kənd təsərrüfatı oradan başladı? Mən deyərdim ki, bu əkinçilik nələri dəyişdi? Əkinçilik yeni ixtisaslar, yeni sahələrə qədəm qoydu. Bura hətta dəmirçiliyi də əlavə eləmək olar. Əkinçilik məsələn yeni dinlər yaratdı. Dinlər? Bəli. Mesopotamiyada Tammuz tanrısı. Məsələn, torpaq və yağış tanrıları məhz əkinçilik meydana girəndən sonra başladı. Aydındır. Və yaxud da bu sahədə, yəni bu din sahəsində olan yeni tanrılar yarandıqdan sonra kahinlik də bu sahədə başladı özünü göstərməyə. Burada sivilizasiyanın başlanğıcı oldu. Məsələn, Eriha kimi böyük bir şəhərin qədəmi məhz həmin illərdə quruldu. Demək, əkinçilik böyük bir mədəniyyətə çevrildi. Bundan sonra biz Yangtze çay vadisində, yəni içində 9000 il əvvəl düyü becərilməsi başlanıldı. Onlarda, əgər biz tarixi mənbələrə baxsaq, görərik ki, düyü becərilməsində bir tarixi yazılar var. 1 kilo düyüdən 20 kilo düyü almaq qabiliyyəti. Bunlar hətta Çinlilərin öz tarixi mənbələrində də var. Sonra isə biz Hindistanı nəzərə salsaq, Hindistanda biz görə bilərik ki, pambıq bitkisi necə Tanrının bitkisi adlandırılırdı. Hətta Vedalar ona bir ilahi bir vergi kimi baxırdı. Və onu da deyim ki, Hindistandan çıxan pambıq dünya ticarətinin əsasının qoyulmaqda böyük bir rol oynadı. Yəni, əkinçilik nəyə səbəb oldu? Dünya iqtisadiyyatının daha da inkişaf eləməyinə. Ondan sonra isə biz Meksikada olan qarğıdalı və s. və ilaxır, yəni bunlar da ardınca illər keçdikcə sadalaya bilərik. Yəni, əkinçilik təkcə tarixin bir hissəsi deyil, əkinçilik böyük bir sivilizasiyanın başlanğıcıdır və böyük bir mədəniyyətin başlanğıcıdır. Aydındır. İndi bu gün dünyada kənd təsərrüfatı sahəsində ən uğurlu ölkələr hansılardır? Daha doğrusu, ən çox kənd təsərrüfatı məhsulları ixrac edən ölkələr hansılardır? Hansı ki, iqtisadiyyatını onunla qurublar? Bu sual çox maraqlı sualdır və tədqiqati bir sualdır. FAO-nun araşdırmalarına görə, FAO bilirik ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. FAO-nun araşdırmalarına görə istehsal və ixrac ardıcılığına görə ölkələrdə Çin istehsala görə birinci yerdədir. Məsələn, düyü istehsalına baxsaq, biz görərik ki, dünyada düyü istehsalının 28% məhz Çin nöqtəsinə düşür. Amma ixraca baxanda isə biz ABŞ-ı birinci yerdə görə bilərik. Bəli. ABŞ, məsələn, qarğıdalı, soya və ət məhsullarında bir il ərzində 200 milyardlıq məhsul ixrac edir. Və ondan sonra isə Braziliya. Üzr istəyirəm, bu üç məhsuldan
bir yerdə 200 milyard dollar. Ən çoxu yəni ilk üçlükdə bu məhsullardır. Hansılardır? Birinci yerdə qarğıdalıdır. Aha. Sonra soyadır. Sonra isə qəhvədir. Kofe. Bəli, kofe. İkinci yerdə Braziliyadır. Deməli, üzr istəyirəm, ən çox kofe istehsal, ixrac edən ölkə ABŞ-dır. Bəli. İkinci yerdə Braziliyadır. Braziliyada da eynən soya, ət və qəhvə məhsulları da orada, yəni 3-4-cü yerlərdədir. Yəni ABŞ-dan sonra isə Braziliyadır və üçüncü yerdə isə çox burada bir fərqli rəqəmlər var. 120 milyard dollarlıq ixracı olan ölkə Hollandiyadır. Hollandiya öz ərazisindən 87 dəfəyə qədər artıq gül ixrac eləyir. Bəli. Hətta belə bir zarafat var ki, yəni hətta alınan bütün güllərin üzərinə baxsaq, siz görə bilərsiniz, Made in Holland yazılır. Aydındır. Hətta deyilir ki, o güllər heç, yəni əkilən yerlər, heç Hollandiyanın 1%-ni də belə tutmur. Yəni bir qutuya dünyaları sığdırır, ixrac eləyir. Necə, onu anlamadım mən. Yəni, məsəl üçün, ölkənin sahəsinə qədərdirsə, onun kiçik bir hissəsində gül ixrac, yəni əkir. Əkir. Bəli. Yəni, o qədər məhsuldar işləyirlər. Deməli, burada texnologiyanın. Bəli, sözsüz texnologiya. Həmin o texnologiyaların indi hansı süni intellektdən, hansı robotlardan, indi onlardan növbəti mütləq, o vacibdir. Misal üçün, bir kadr gördüm, bir neçə il bundan əvvəl təsadüfən qarşıma çıxdı. Hansısa Avropa ölkəsində bir maşın gəlir, böyük bir ərazidir, üstü bağlı ərazidir və orada nə götürürlər? Turp. Böyük bir ərazidir maşınla. O qədər səliqə sahmanlı. Həmin o şirkətlərin adlarını çəkəcək indi. O qədər səliqə sahmanlı. Deməli, ilk 3 yerdə ABŞ, Braziliya və Hollandiyadır ixracda. Bəli. Tamam, buyurun, davam edək, Əli bəy. Bu sahədə nə sözünüz var? Deyin, sonra keçək. Çünki burada mən Azərbaycanı soruşmaq istəyirəm ki, Azərbaycandakı vəziyyət necədir? Azərbaycandakı vəziyyət necədir? Biz kənd təsərrüfatının istehsalı və ixracı baxımından Hollandiyaya çata bilərik, yoxsa yox? Və çatmaqda nə mane olur bizə? Suyumuz yoxdur, torpağımız mümkün deyil, texnikamız zəifdir, idarəçiliyimiz zəifdir, nədir? Sözsüz ki, Azərbaycanda da, yəni indi əgər Statistika Komitəsinin hər ilki statistikasını izləsəz, görə bilərik ki, Azərbaycanda kənd təsərrüfatının həm ixracı, həm istehsalı get-gedə artır. Son illər hətta faiz etibarı da digərlərindən yüksəlir. İndi faizlər dəqiq yadımda qalmasa da artmağını biz görə bilərik. Azərbaycanda inkişafda olan və özünü çox davamlı inkişafını göstərən bir neçə şirkətlər var ki, yəni adların çəksəli problem olmaz. Əlbəttə, mütləq. Məsəl üçün, Agrodairy şirkəti var ki, getdikcə inkişaf eləməkdədir. Azərsun Holding var ki, onda özü getdikcə inkişaf eləməkdədir. Kənd təsərrüfatının özü də, yəni Kənd Təsərrüfatı Nazirliyinin özü də və ona aid olan institutların özündə, yəni biz inkişafını görə bilirik. Son 10 ildə? Son 10 ildə, bəli. Xüsusilə inkişaf var? Bəli, xüsusilə inkişaf var. Hansı sahələr daha çox bizdə inkişaf edir? Bizdə əsasən pambıqçılığın özü inkişafdadır. Sitrus meyvələrinin özü inkişafdadır. Fındıqçılığın özü inkişafdadır. Və taxılçılığın özü də inkişafdadır. Və buna səbəb də subsidiyaların verilməsi bu inkişafa öz töhfəsini göstərir son illərdə. Deməli, belə bir statistika oxudum. Yaponiya bir dənə də meşəsini, meşələrindən bir ağacda qırmır, meşələri inkişaf elətdirir. Amma ağac ixracında böyük töhfəsi var dünyada. Deməli, xaricdən alır, emal edir, təzədən bunu ixrac edir, satır. Amma bunu da nəzərə alaraq biz deyə bilərik ki, yəni, məsəl üçün, onu dedikdə biz Haitini də deyə bilərik. Haiti meşələri hətta 90-95%-ə qədəri meşələr yəni qırılıb. Demək, GMO, əgər tələffüzünü düzgün bilirəmsə. Bəli. GMO nədir? GMO biz bildiyimiz bu
deməli, kənd təsərrüfatı məhsullarının tərkibini dəyişmək və daha çox məhsul əldə etmək. Bəli. Bu barədə danışaq. Çünki son illərdə bu barədə xeyli xəbərdarlıqlar var. Bizim yediyimiz məhsullar organik deyil, təbii deyil, sünidir və s. və ilaxır və bunun insanlara ziyanları var. Bəli. Doğrudan mı belədir? Ümumiyyətlə, GMO ehtiyacı təbii ki, dünya əhalisinin artmasından yaranıb da. Yəni, biz elə edək ki, ərzaq hamıya çatsın və s. və ilaxır. Qısa zamanda daha çox məhsul əldə etmək. Qısa zamanda, bəli. Buyurun, bu barədə danışaq, Əli bəy. GMO dedikdə biz o sözü açardıq, izləyicilərə tam aydın olardı. Genetik modifikasiya anlayışı var burada. Əlbəttə, genetik modifikasiya anlayışında bu insanlığın kənd təsərrüfatında ən güclü alətidir. Məsəl üçün, amma iki kəskin üzü var. Yəni, iki elmi yön var. Bəziləri GMO-nu təsdiqləyir və müsbətliyin tərəfdarıdır. Bunu mən deyərdim ki, bəzi özəl şirkətlər var ki, yəni qısa zamanda daha çox əksin, becərsin, satsın. Yəni, onlar məncə GMO-nun tərəfdarlığını, yəni onlarda görərdim. Amma onu da demək lazımdır ki, biz bilirik ki, dünyanın toxum ambarı Norveçin Svalbard qlobal toxum ambarıdır. Həmin o toxum ambarına GMO toxumların qəbul edilməsi qadağandır. Sual oluna bilər, nəyə görə? Nəyə görə qadağandır? Əgər yaxşı idisə, elə qəbul eləyərdi də. Niyə qəbul eləmir? Və bu da beynəlxalq ictimai ehtiyatın gözlənilməsi anlayışına gəlib çıxır. Və tərəfdarların... Necə? Məsəl üçün, beynəlxalq elmi ictimaiyyət var ki, onlar yəni toxum sortlarının qorunmasını təmin edirlər. Aydındır. Bəli. Və o da yəni toxum sortlarını qorumaq məqsədi ilə istəmirlər ki, GMO-lu toxumlar həmin o qlobal ambara daxil edilsin. Bunun özü də şübhəlidir ki, yəni yaxşı olsaydı qəbul eləyərdilər də. Aydındır. Amma tərəfdarların bəzilərinin fikrinə gəldikdə, məsəl üçün, bəziləri deyirlər ki, GMO, məsələn, bəzi araşdırmalarda var ki, GMO düyü, yəni GMO tərkibli düyü, digər düyülərdən araşdırmalara görə 20%-dən və 25%-ə qədər daha çox məhsul verir. Aydındır. Amma və pestisidlər var ki, yəni gübrələr, kimyəvi gübrələr və bəzi GMO-lu məhsullar var ki, toxumlar, onları torpağa əlavə etdikdə heç onlara gübrə ehtiyac yoxdur. Yaxşı sort olaraq da yetişirlər. Aynen. Bu da yenə deyim ki, bəzi şirkətlər var ki, yəni onlara sərf edir deyə, yəni əlavə olaraq gübrə verməsinlər, ona görə GMO-lu məhsullar satırlar. Amma bir dənə də araşdırma var ki, bu araşdırma səhv etmirəmsə qurbağaların üzərində olmuşdur. GMO-lu məhsullar yedizdirilmişdi onlara və GMO-lu məhsullardan sonra onların böyrək və bağırsaq sistemlərində problemlər əmələ gəlmişdir. Kənd təsərrüfatında texnologiyanın təsiri. Bəli. Siz bayaq dediniz ki, Hollandiya ərazisinin çox kiçik bir hissəsini gül əkir və oradan ümumilikdə kənd təsərrüfatından 120 milyard dollar məhsul ixrac edir. Bəli. Bizim neftdən gəlirimiz nə qədərdir? Onu mən dəqiq rəqəm bilmirəm, amma dəqiq 120 milyard dollardan azdır da. İndi burada təkcə torpaq məsələsi də deyil. Deməli, texnologiyanın burada rolu var. İdarəçiliyin rolu var və texnologiyanın rolu var. Bu süni intellektin texnologiyanın nə qədər əhəmiyyəti var? Süni intellekt, indi beynəlxalq dillərdə isə artificial intelligent, hər bir sahədə özünü göstərdiyi kimi kənd təsərrüfatında da özünü göstərir. Hətta McKinsey təhlilinə görə 2030-cu ilə qədər kənd təsərrüfatının 25%-nə və 40%-nə qədər süni intellektlə idarə olunacaq. Yaxşı, süni intellekt bilirik ki, həyatımızda hansı təsirləri göstərir. Yaxşı, süni intellekt kənd təsərrüfatı necə təsir göstərir? Bu bizə maraqlıdır. Birincisi, məsəl üçün, precision farming anlayışı var, dəqiq əkinçilik. Məsələn, sensorlar AI vasitəsilə bitkilərə, məsələn, suvarma gübrələmənin optimallaşdırılması məsələsində özünü göstərir. Məsəl üçün, elə biz gələk robotlar və texnologiyalardan danışarkən
traktorlar var, John Deere şirkətinin. Yəni gecə-gündüz fasiləsiz çalışmaq bacarığına malikdir. Yəni gecə-gündüz şumlasın, gecə-gündüz əksin. Aydındır. Yəni bunun səbəbidir deyərdim ki, hətta. Sonra isə biz texnologiyalardan danışarkən və süni intellektdən danışarkən xəstəliklərin və zərərvericilərin erkən aşkarlanması məsələsində də süni intellektdən istifadə olunur. Sonra isə məhsul proqnozlaşdırma var. Yəni bunlardan istifadə olunur süni intellektdə. Aydındır, aydındır. Əli müəllim, sizin tədqiqat sahələrinizdən biri də mən bildiyim qədərilə torpaqşünaslığıdır. Bəli. Azərbaycanda kənd təsərrüfatı ilə, torpaqla əlləşən xeyli zəhmətkeş insanlarımız var. Onlar üçün də maraqlı ola bilər. Torpaq nədir ümumiyyətlə və torpaq nə vaxt çökə bilər? Əslində sual çox tam və çox gözəl və yerində qoyulmuş sualdır. Müasir torpaqşünaslığın banislərindən olan Dakutsayev, Rus alimi olub, torpağa ilk elmi tərifi vermiş bir şəxsdir. O deyirdi öz əsərlərində, dağ süxurları fərqi yoxdur hansı canlı və yaxud cansız orqanizmlərin birgə təbii nəticəsində dəyişdirilmiş üst və ya xarici qatına torpaq deyilir. Burada sual çıxır ki, üst qat nədir, bu xarici qat nədir? Yerin üst qatı, yəni əllə qazanıda görülən qatı. O bitkilərin kökü olan qat. O torpağın üst qatıdır. Və torpağın xəstələnməyindən danışdınız, yəni torpağın çökməsindən danışdınız. Bu degradasiya adlanır. Bu da degradation, latın sözü olub. Bu da emmə çökmə mənasında verir. Burada gəlirik torpağın xəstəliklərinə. Torpağın xəstəlikləri, hansı ki Azərbaycanda da yəni bu torpaq xəstəlikləri geniş yayılmışdır. Şorlaşması var, şora kətləşməsi var və Azərbaycanın bu dəqiqə ən böyük problemlərindən biri olan torpaq eroziyası var. Və torpaq eroziyası necə təsir göstərir, nə cür təsir göstərir, onu vurğulamaq istəyirəm. Buyurun. Sonra keçmək istəyirəm digər torpaq xəstəlikləri. Torpaq eroziyası da bölünür iki yerə. Su eroziyası, külə eroziyası. Su eroziyası torpağın üst qatının, yəni su ilə yuyulması deməkdir. Külə eroziyası da yəni külə ilə yuyulması deməkdir. Hal-hazırda Azərbaycanda torpaqların 36-40%-ə qədər, yəni eroziyaya uğramış torpaqlardır. Və eroziyanın təbii yolları da var və insan tərəfindən antropogen təsirlərlə olan da torpaq eroziyası var. İndi bunları bir-biri ilə müqayisə eləyəcəm. Yəni bu problemin nə qədər böyük olduğunu önə qoyacağıq. Təbii yolla olanda, məsəl üçün, deyərik ki, yağış yağdı, yudu. Yəni, bu o qədər də gözə görünmür. Maksimum, yəni, torpaq sürüşməsi ola bilər. Amma süni yolla olanlar, məsəl üçün, meşələrin qırılması, hansı ki də bunun şahidi oluruq. Sonra, məsəl üçün, müharibə şəraitində, indi mən Qarabağda gedib görmüşəm, yəni, müharibə şəraitində torpaqlar necə eroziya olub, necə dağılıb, orada hansı işlər aparılmalıdır, onları bilirəm və biz bunu görə bilərik. Siz işləmişsiniz Qarabağ zonasında, son illərdə? Bəli, son 2022-ci ildən 2024-cü illər ərzində və bu 3 ildə Şərqi Zəngəzurda və digər işğaldan azad olunmuş ərazilərdə torpaq tədqiqatları və agrokimyəvi tədqiqatlar aparılmasında iştirak eləmişik. Eləmişsiniz. Bəli. O barədə də danışarıq. Mütləq. Orada vəziyyət necədir? Oranın potensialı nə qədərdir? Ümumiyyətlə, kənd təsərrüfatı istehsalında, ixracında potensialı nə qədərdir? Mütləq. Buyurun. Torpaq münbitliyi niyə itirir? Və biz deyə bilərik ki, Azərbaycanda münbit olmayan torpaqlar varmı? Bəli, var. Torpaq münbitliyin əsasən 4 səbəbə görə itirir. Bunlardan birincisi monokultur əkinçiliyidir. Monokultur əkinçilik, yəni hər il eyni bitki, yəni bu da torpağın münbitliyinin itirməsinə səbəb olur. Azərbaycanda da bu var. Məsələn, hər il eyni yerə taxıl əkmək, hər il eyni yerə pambıq əkmək, yəni torpaqdan hər il eyni qida maddələrinin sorulmasına gətirib çıxardır. Aydındır. Sonra elə sırf Azərbaycanda olan problemləri sadalayıram hələ. Kimyəvi gübrələrdən həddindən artıq istifadəsi. Kimyəvi gübrələr bilirik ki,
Ümumiyyətlə gübrəçilikdə üzvü gübrələr var, kimyəvi gübrələr var. Üzvü gübrələr təbiətin həll yoludur. Amma kimyəvi gübrələr deyərdim ki, sürətli həll yolu. Nə qədər də sürətli olsa, torpağın tərkibindəki bakteriyaları daha çox öldürür. Və münbitliyin öldürülməsində, münbitliyin aşağı salınmasında kimyəvi gübrələrdən də, yəni bizdə də çox istifadə olunduğuna görə bu da böyük bir problemdir. Sonra gəlir düzgün suvarmanın olmaması. Bu da, mən bunu bir neçə səbəbi görərdim. Düzgün suvarmanın olmaması. Burada iqlim problemi ola bilər. Məsəl üçün, quraqlıq keçər, düzgün suvarma ola bilməz. Və yaxud da fermerdə düzgün texnikanın olmaması səbəbindən ola bilər. Deyim ki, yox, var. Ondan sonra çayların qurumasını burada deyə bilərik. O da indi təbii səbəblərdən də ola bilər. Antropogen amillər də var burada. Müəllim, Şərqi Zəngəzur və işğaldan azad olmuş torpaqlarımızda tədqiqat aparmışsınız 2 il. Bu o tədqiqatların nəticəsi nədir? Siz nə 3 il. Siz nə kəşf elədiniz orada? Nə öyrəndiniz? Vəziyyət necədir? Tədqiqatlara ilk öncə başladım Cəbrayıl rayonunda. Sonra Füzuli, sonra Zəngilan, digər rayonlar. Və mən onu gördüm ki, yəni müharibə şəraitinə görə torpaqlarda eroziya olub. Məsəl üçün, mən Qubadlı rayonunda Başarat adlanan kənddə oldum. Orada meşələrin sırf olaraq ermənilər tərəfindən yandırılmasının şahidi oldum. Meşələrin yandırılması da eroziya probleminə gətirib çıxardır. Torpaqların sürüşməsinə gətirib çıxardır. Amma sırf olaraq, yəni əgər biz işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatının yararlılığından danışsaq, çox gözəl. Bəli, çox gözəl. Hətta Ermənistan öz, deyərdim, taxıl ehtiyatını bizim işğaldan azad olunmuş ərazilərimizdən ödəyirdi. Məsələn, elə Şərqi Zəngəzurun özü ilə. Mən orada olarkən Zəngilanda, Qubadlıda, Ağdərənin özündə çoxlu taxıl əkinləri gördüm ki, yəni həmin o taxıl əkinləri vasitəsilə öz kənd təsərrüfat ehtiyatlarını ödəyirdim. Maraqlıdır, maraqlıdır. İndi orada vəziyyət necədir? Başlayıblar kənd təsərrüfat sahəsində istehsal həcmi necədir orada indi? İstehsal biz bilirik, yəni birdən-birə, yəni sözsüz ki, kənd təsərrüfatı orada özünü yüksək səviyyədə göstərə bilməz. Çünki rekultivasiya işləri aparılmalıdır orada. Minalardan təmizlənmə prosesləri aparılmalıdır. Məsəl üçün, səngərlər qazılıb ki, o səngərlərin üstü örtülməlidir. Səngərlərin örtülməsi ona görə lazımdır ki, məsəl üçün, səngərlər vasitəsilə torpaq sürüşməsi baş verə bilər ki, bu da əkinçiliyin bir nömrəli problemlərindən biridir. Aydındır, aydındır. Deməli, eroziya problemindən danışırsınız. Torpağın eroziyaya uğraması. Eroziya olandan sonra istehsal həcmi azalır. Burada beynəlxalq təcrübə necədir? Ümumiyyətlə, beynəlxalq təcrübədə eroziyaya qarşı mübarizə, torpağın yenidən canlanması üçün çalışmalar necədir? Və Azərbaycanda bu tətbiq olunurmu? İlk öncə başlayaq FAO-nun araşdırmalarına əsasən hər il 24 milyard ton torpaq eroziya olaraq məhv olur. Allah Allah. Bəli, hər il 24 milyard torpaq, yəni zarafat deyil. 24 milyard ton torpaq. Bəli. Və buna qarşı dünya dövlətləri necə mübarizə aparır? İlk öncə başlamaq istərdim, yəni Çindən. Çində yaşıl divar anlayışı var. Yaşıl divar anlayışı, yəni bunun rəsmi adı Çin Səhralaşdırma ilə Mübarizə İdarəsi. Xeyli işlər görüblər. Bəli. 4500 kilometr uzunluğunda ağac əkilib. Və bu işə indiyə kimi 100 milyard dollardan çox vəsait xərclənib. Yaxşı, bu qədər vəsait xərclənibsə, yəni nə görülüb? Ortada nə var? Belə deyirik. Yəni bu qədər pul xərclənib. Ortada nə var? 66 milyard ağac əkilib. Hələ bu 66 milyard ağac əkilməsi 2023-cü ildə verilən məlumatdır.
Və bu da biz bilirik ki, Çinin 27% səhralaşma altındaydı. Səhralar olan yerdə də nə olur? Qum fırtınaları olur. Aha. Bu 4500 kilometr ağacın əkilməsi, ağac səddinin əkilməsi qum fırtınaların 20%-ə qədər azaldır. Və belə deyərdim ki, 2009-2019-cu illər ərzində 2424 kvadrat kilometr, yəni səhralaşma azalıb. Aha. Hətta bəzi fotolarda, yəni əvvəl sonranı göstərirlər, Bəli. yəni nəticə möhtəşəmdir. Möhtəşəm. Və bundan dünya üçün bu nə deməkdir? Aha. BMT-nin Böyük Yaşıl Divar, yəni BMT, yəni bu Böyük Yaşıl Divar layihəsini hətta Afrikada da keçirməyə başlayıblar ki, Afrikada da bu işlər görülsün. Bu iqlim dəyişmələri bilirik ki, Azərbaycanda da COP keçirildi. İqlim dəyişmələrində də bu ağacların əkilməsi, yəni böyük rol oynayır. İndi bəzilərimiz deyirik ki, torpağın məhv olması iki səbəbi var. İqlim dəyişmələri və antropogen amil. Antropogen amil deyil, yəni izləyicilər nəzərinə çatdırım, insan amili. Yəni bu sual, yəni mənə çox gülməli gəlir. Bu eynən toyuq yumurta misalı kimi. Birinci toyuq yaram, yoxsa yumurta. Elə iqlim amillərdir, yəni bu iqlim problemlərini də ərsəyə gətirən elə insan deyilmi? Aydındır. Aha. Aydındır. Deməli, torpağın gücdən düşməsi, eroziyaya uğraması iqlim dəyişiklikləri əsasındadır, yoxsa insan amili əsasındadır? Belə bir polemika var. Bəli. İndi burada məsələ odur ki, sizin dediyiniz də odur ki, bu iqlim dəyişikliklərini də insan yaradıb. Bəli. Hətta belə deyək də. Atmosferə Bəli. tullanan, Bəli. atılan qaz, o ixracı, qaz tullantıları. Belə deyək də, indi bəzi mənbələrə görə yer kürəsinin 5 milyard yaşı var, bəzilərinə görə 4 milyard, aşağı deyənlər də var, yuxarı deyənlər də var. 5 milyard il yaşayan təbiət pozulmadı, dağılmadı. Son 200 ildə nələr oldu ki, dağıldı? Aha. Və bu dağılmalar digər dünyalar, digər dövlətlərdə özünü necə göstərdi, Azərbaycanda özünü necə göstərir? Və bu prosesdə hansı ölkələrin daha çox Rolu var. Bəli. Şübhəsiz sənaye ölkələrinin. Sözsüz ki. Bəli. Məsəl üçün biz burada elə, yəni ABŞ ki, istehsal, ixrac əla. Amma problemləri də, yəni sözsüz ki, gözə görünən səviyyədədir. Demək, burada mühüm bir sual zehnimə gəlir, Əli müəllim. Siz dediniz ki, FAO-nun araşdırmalarına görə hər il 24 milyard ton torpaq eroziyaya uğrayır. Bəli. Sıradan çıxır. Bəli. Yəni keyfiyyətdən çıxır. Bəli. Orada əkin-əkmək olmaz artıq. İndi burada əsas məsələ budur. Hansı ölkələrin marağındadır ki, bu sahədə olan çalışmalara əngəl törətsin, maneə törətsin, bunun qarşısı alınsın. Bəli. Və ümumiyyətlə yüksək məbləğlərdə silah istehsalına sərmayə qoyan, pul yatıran ölkələr torpağın eroziyaya uğramasının qarşısını almaq üçün çalışırlarmı? Çox gözəl sualdır və yerində verilən sualdır. Burada nə üçün torpağın məhv olması qlobal pərdə altında qalır. Aha. Torpaq, belə deyək də, torpaq səssiz qurban kimi yavaş-yavaş ölür, yəni gözə görünmür. Amma yəni onun problemləri daha böyükdür. Yəni daha böyük bir qlobal problemdir. Səssiz ölür. Nədir? Bəli, səssiz ölüm. Səssiz ölüm deyərdim buna. Səbəblər nələrdir? Niyə gözə görünmür? Bu problemlərin üstünə niyə düşən yoxdur? Aysun. Aha, birinci növbədə torpaq eroziyası və torpaq degradasiyası, yəni bu birdən-birə bir partlayış, bir vizual görünüşdə malik olan bir problem olmadığı üçün. Aysun. Yəni gözə görünmür. Məsəl üçün belə deyək də, adi torpaqların yuyulması, küləyin məhv edilməsi, yəni külək vasitəsilə məhv olunma və s. və ilaxır, yəni gözə görünmür və nəticədə və yaxud da suvarma. Güya gözə görünən problemlərin həlli üçün çalışırlar. Dünyanın göz qabağında
yüz minlərlə günahsız insanı məhv eləyirlər. Və onun qarşısını almağa cəhd edən var ki, bu səssiz ölümə də bir baxan olsun. Amma bunun nəticəsi özünü göstərir. Düzgün suvarılma olmadıqda şorlaşma özünü göstərir və nəticədə həmin torpaq məhv olur. Şorlaşma da yəni duzun miqdarının artmasıdır. Aha, iqtisadi maraqlar nədir? Yəni torpağın məhv olmasında kimlərin marağı var? Belə deyim də, bəzi kənd təsərrüfatı şirkətləri var ki, daha çox məhsul, qısa müddətdə daha çox məhsul alıb, daha çox satış etmək məqsədi ilə, belə deyək, qısa müddətli mənfəətə görə torpağı qurban verirlər. Yəni bura istər pestisidləri, istər GMO-nu və s. və ilə axır, yəni adlarını çəkmək olar. Və FAO-nun yəni araşdırmalarına əsasən, səhv eləmirəmsə, 2023 ya da 2021-ci ildə olan bir məqaləsi idi, qarşıma çıxmışdı. Deyir, silah istehsalına xərclənən maddiyyat və sərfiyyat onun %1-i qədər heç torpağın bərpasına xərclənmir. Bu, yəni, ümumiyyətlə dünyadan da, yəni bütün dünya ölkələrindən asılır. Nəinki Azərbaycanda. Təbii. Və digər sual da budur ki, degradasiya prosesi, yəni torpağın pisləşməsi prosesi necə bir qlobal problemdir və bəşəriyyəti necə aclıqla üzbəüz qoyur. Aha. Birinci növbədə World Resource Institute'un 2023-cü ildə bir araşdırması vardı ki, deyir ki, 2050-ci ilə qədər kənd təsərrüfatı məhsuldarlığı 12%-ə qədər aşağı düşəcək. Allah Allah. Bəli. Amma Afrikada bu rəqəm 50%-ə qədər aşağı düşəcək. Vay. Bu da yəni dəhşətli rəqəmdir. 600 milyon insanın ac qalmasına səbəb olur. Su ehtiyatlarının tükənməsi. Yəni su ehtiyatları istər Azərbaycan, istər digər ölkələrdə də bunu su müharibələrinin olması gözlənilir. Bəli, bu nəyə görə? Niyə belə olur? Bunu elmi açıqlayacağam. Məsəl üçün biz bilirik ki, torpaqda sorpsiya var da, sorpsiya anlayışı var. Torpağın, yəni suyun özündə saxlanması var. Degradasiya olduqda, yəni süzgəc kimi, yəni pisləşmiş torpaq süzgəc kimi suyu buraxır. Ay sağ ol. Burada da suyun itirilməsi prosesi. Ona su azalır. Hətta mən buna nümunə çəkəcəm. Hindistan. Hindistanda yeraltı suların 70%-ə qədəri artıq süzgəcdən keçib, yəni buxarlanıb. Allah. Bəli. Orada deməli torpağın o degradasiyası problemi güclüdür. Niyə? Səbəb nədir? Ona səbəb olaraq onların hansısa bir pis vərdişləri var torpağa qarşı belə qənim kəsiliblər də deməli. Yəni mümkündür də bu. Olar. Çox dəhşətli bir rəqəmdir. 70% zarafat deyil. Dəhşətli rəqəmdir. Mən sonra 2022-ci ildə BMT-nin bir araşdırması da vardı. Yəni torpaqların degradasiyası ilə bağlı. Yəni degradasiyası torpaqların degradasiyası məhsulların qiymətlərinin 30%-ə qədər qalxmasına səbəb olur. Şübhəsiz. Bəli. Burada hətta əhalinin köçmə prosesləri də var. Biz burada Sudan və Somali kimi ölkələri də biz burada sadalaya bilərik. Yəni əhali öz ölkələrindən, öz şəhərlərindən köçməyə məcbur qalıb. Təbii. Məsəl üçün biz bura bir real nümunə də gətirə bilərik. Suriyada vətəndaş müharibəsinin olması, yəni insanlara mənfi təsir göstərdiyi kimi torpağa, torpaq iqtisadiyyatına da öz mənfi təsirlərini göstərdi. Burada da kəndlilərin şəhərlərə köçmə prosesi başladı. Bu da sosial gərginliyin də artmasına səbəb oldu. İndi əlim gəlirik yenə Azərbaycana. Azərbaycanda vəziyyət necədir? Hansı kənd təsərrüfatı məhsullarımız ixrac potensiallıdır bizdə? Biz ondan valyuta qazana bilərik ölkə üçün. Bəli. Azərbaycanda 4 uduş kartı var mənim düşüncəmə əsasən. Bunun birincisi xurma, yəni bizim bildiyimiz, yəni Azərbaycan xurmasına, şərq xurmasına söhbət gedir. Yəni Orta Şərqdə böyük bir tələbatı var bunun. İkincisi nar və nar məhsulları.
Artıq yəni xarici bazarda Azərbaycan narı bir brend adı alıb. Hətta bəzi hashtaglarda mən Azeri pomegranat belə bir yazılar görürəm. Ondan sonra isə bal, Azərbaycan balı xarici bazarda çox gözəl satılır. Məsəl üçün Avropa ölkələrində balın kiloqramı elə 30-40 evrodan belə başlayır. Əlbəttə təbii baldan söhbət gedir. Sonra isə tibb bitkiləri var ki, buna biz adaçayın misal gətirə bilərik. Kəkiliotun misal gətirə bilərik məsəl üçün. Ümumiyyətlə bu 4 bitki uduş kartıdır mənim düşüncəm əsasən. Bir real həyat dramından danışaq. Məsəl üçün tutalım. Yəni bunu misalən deyirəm. Keçən il kartofun kiloqramı 1 manat 50 qəpik idisə, əgər bu il kartofun kiloqramı 1 manata düşübsə, burada ya fermer pulundan olur, ya da ağlından olur. Burada əsasən 3 səbəb gözə görünür. Belə deyək də, əsas 3 səbəb var. Birincisi spekulyasiya. Spekulyasiya, bazarda aracılar var ki, yəni fermerlərdən ucuz alır, yəni baha satır. Yəni xüsusi şəxslər var ki, yəni əlində maddiyyat toplanıb, yəni həmin o məhsulları kiçik fermerlərdən alır. Yəni sonra bazarda bütün məhsulları əldə etdikdən sonra baha qiymətə satılır. Xarici rəqabətdən danışa bilərik. Məsəl üçün biz bura misalən deyirəm, İrandan və yaxud da Türkiyədən əgər ucuz pomidor gəlirsə, bu yerli istehsalçı üçün söküş deməkdir. Hətta FAO-nun bir araşdırması da var ki, hər 5 ildə kiçik fermerlərdən, 3 kiçik fermerdən biri sahəni tərk edir. Sonra isə iqlim şokları var. İqlim şokları bu təbiidir. Məsəl üçün don, quraqlıq və yaxud da leysan yağışlarının olması da kənd təsərrüfatında qiymət dalğalanmasına səbəb göstərilə bilər. Həll yolu varmı? Həll yolu da var. Minimum qiymət zəmanəti anlayışı var ki, yəni filan məhsul dövlət tərəfindən verilməlidir. Bəli. Filan məhsul, filan minimum filan qiymətə alına bilər. Bizdə o zəmanət yoxdur. Təəssüf ki. Bəzi məhsullarda var. Var. Bəli. Məsələn, çörək kimi bəzi məhsullarda var. Çörək və un məlumatlarında var. Çörək və un məlumatlarında var. Buğdada necə? Buğdada da var. Buğdada da var. Yəni minimum bu qədər? Bəli, bəli. Var. Amma təəssüf ki, meyvə tərəvəz sayəsində bu yoxdur. Düşünürəm ki, zamanla özünü düzəldəcək. Amma olmalıdır da ki, fermer rahat işini görsün. Hətta onu deyim ki, bir çox dünya ölkələrində hələ bu tətbiq olunmuyub. Zamanla tətbiq olunacaq düşünürəm ki, çünki buna ehtiyac da var. Bəli. Amma mən rəqəm əlimdə yoxdur. Oxuduqlarımdan, eşitdiklərimdən bildiyimə əsasən belə qənaət gəlmişəm ki, Azərbaycanda kənd təsərrüfatı potensialının çox az faizi reallığa çevrilib. Bunda məncə insanların da maarifləndirilməsi anlayışı var. Məsələn, o çox vacib məsələdir. Bəli. Sırf olaraq, məsəl üçün, fermerlərin kənd təsərrüfatına cəlb olunması üçün subsidiyalar verilməsi, yəni bu qanuna əlavə edildikdən sonra çoxaldı. Amma biz şahidi ola bilərik ki, bir çox rayonlarda, yəni kənd təsərrüfatı torpaqlarının, əlbəttə burada əkinə yararlı torpaqlardan söhbət gedir, boş qalmasının şahidi oluruq. Təəssüf ki. Bəli. İndi niyə əkmirlər? Müxtəlif səbəblər var. Müxtəlif səbəblər var. Birinci, maariflənmə. Maariflənmə əsas səbəbdir. İkinci, imkan yoxdur onu əkməyə. Üçüncü, tutaq ki, əkdim, bunu kimə satacam? Bəli. Dördüncü, nə bilim, texnika yoxdur. Xarici bazara çıxarmaq problemləri. Bəli. Bu kimi səbəblər, yəni həm qiymət qalxmasının, həm enməsinin əsas səbəbləridir. Sonra isə kənd təsərrüfatında qiymət çevikliyi yerli istehsalçılara necə təsir edir? Bu kimi suallara cavab vermək ola bilər.
Məsəl üçün, qiymətlərin dəyişməsi fermerlərə başqa hansı problemlər yaradır? Məsələn, biz şahid ola bilərik ki, banklar dəyişkən gəlirlərə görə fermerlərə kredit verməkdən çəkinirlər. Sonra biz görə bilərik ki, fermer uzun müddətli investisiya edə bilmir. Məsəl üçün, bunun da səbəbi sabah nə olacağını da bilmir. Bilmir, bəli. İqlim şoku ola bilər. Ola bilər. Xarici bazarlara çıxış məhdudlaşdırıla bilər. Xarici bazara çıxış da əldə edə bilməz və yaxud da xarici bazardan idxal ola bilər. Bəli. Bu da onun əsas problemlərindən biridir. Onu da mən əlavə etmək istərdim ki, Agricultural Economics-in 2023-cü ildə bir məqaləsi vardı. O məqalədən oxuduğumdan anlaşılır ki, qiymət dalğalanmaları kiçik fermerlərin gəlirini ildə 35%-ə qədər aşağı salır. Yəni o dediyim ki, bazar aracılarının işlərinin ucbatından. 2024-cü ilin tədqiqatlarına əsasən vitamin çempionları belə bir anlayışı var. Vitamin çempionlarına görə, yəni ilk üçlükdə hansı bitkilərin tərkibində vitamin daha boldur. USDA-in araşdırmasına görə 2023-cü ildə, o araşdırma 2023-cü ildə olub, çili biberi antioksidant qabiliyyətinə görə yəni ən zəngin tərəvəz elan olunub. Yəni buna qırmızı biber də deyirlər, bəzi yerlərdə çili biber də deyirlər. İkinci yerdə isə şirin kartofdur. Üçüncü yerdə isə ispanaq. İspanaq və orada indiki kimi yadımdadır, möhtəzəndə çiğ halda yazılmışdır. Çiğ. Bəli. Amma yağlılığına görə isə avokado bitkisini daha çox, yəni bu resursdan Avokado bitkisi hansı? o yaşıl olur. Bizdə vardı ondan. Azərbaycanda yetişmir. Yetişmir. Bəli. Çox maraqlı. Bir də məsəl üçün mən əlavə eləmək istərdim izləyicilər üçün. Həm də bunda urban farmingdə, şəhər əkinçiliyindən də danışacağım biraz. Ən tez yetişən tərəvəzlər hansılardır? Bir araşdırma var. Müəllim, bu araşdırmada 3 tərəvəz 20-21 günə, 25 günə yetişməsi var ki, onların adlarını sadalamaq istərdim. Birinci yerdə tərə. Tərə 21 günə yetişir. İkinci yerdə isə turp 25 günə yetişir və üçüncü yerdə isə şüyüd 30 günə yetişir və hətta yəni bunları kiçik qutularda belə yetişdirmək mümkündür, balkonlarda, eyvanlarda yetişdirmək mümkündür. Müasir şairlərdən Sohrab Sepehri deyir ki, bir müəllim gördüm ki, bir şeiri var, sərbəst şeirdə. Bir müəllim gördüm ki, bu işi görürdü, bir nə bilim usta gördüm ki, bu işi görürdü və bir şair gördüm ki, gülə çiçəyə siz deyə müraciət edirdi. Yəni o qədər dəyərli idi onsun. Bəli. Mən sonra istərdim biraz əlavə eləyim bəzi yoldaşlar üçün arıların kənd təsərrüfatında nə qədər faydası var. Yəni çünki bəzilərinə bəzi şəxslər elə düşünürlər ki, arılar təkcə yəni bal verdilər, qutardı. Yox. Albert Einstein'in arılar barədə bir sözü var. Deyir ki, arılar olmasa insanlıq cəmi 4 il yaşayar. Mən biraz rəqəmlərlə arıların gücünü göstərmək istərdim. Dünya kənd təsərrüfatının 75%-i arılar tərəfindən tozlanır. Qalan 25%-nin süni tozlanma və yaxud da külək və s. və ilaxır. Böyük rəqəmdir. 75% bəli. Və bir də maraq cəlb edici bir məqam var ki, 1 kiloqram bal əldə etmək üçün bir arı və yaxud da yəni 1 kiloqram bal əldə etmək üçün arılar 5 milyarda yaxın, üzr istəyirəm, 5 milyona yaxın çiçəyə qonurlar. Yəni 5 milyona yaxın çiçəyə qonurlar ki, 1 kiloqram bal ərsəyə gəlsin. Sonra isə hansı ölkələrdə kütləvi arı qırğınları oldu və bu da nəyə görə oldu?
neonikotinoid adlı bir pestisidlər var ki, yəni adından göründüyü kimi nikotin bitkilərdə istifadə olunur. Onları qorumaq məqsədi ilə. Bu arı ölümlərinin əsas səbəbidir. Hətta Avropa ölkələrində 2023-cü ildən bəri neonikotinoid adlı pestisidlər qadağan olunub. Biz bilirik ki, torpağın məhv olmasında belə bir sual var. Kimdir müqəssir? O filmdə səsləndiyi kimi. Bəli. Aha. İnsan yoxsa təbiət? Elə bayaqki nitqimdə qeyd elədiyim kimi, təbiət 5 milyard il yaşadı, amma insanlıq 200 ildə o təbiətin 5 milyard il eləmədiyini etdi. Təbiətə gətirdi. Deməli, Nature Sustainable bir jurnal var. Onun 2021-ci ildə bir buraxılışı vardı. Deyir ki, torpaq degradasiyasının 75%, yəni torpaqların məhv olması, çökməsi, yararsız hala düşməsinin 75% məhz insanlarındır. İnsanların payına düşür. Antropogen amillərdən qaynaqlanır. Biz bura, məsələn, Amazon meşələrini misal göstərə bilərik. O boyda Amazon meşələri son 50 ildə, yalnız və yalnız son 50 ildə 20% azalıb. Allah Allah. 20% azalıb. Yəni, əsas səbəbi nədir? Əsas səbəbi meşələrin qırılması, heyvanların düzgün otarılmaması, düzgün malqara sisteminin tətbiq olunmaması. Bu, Azərbaycanda da var. Çox təəssüf olunsun ki, düzgün otarılmaması problemi meşələrin qırılmasına və torpaqların məhv olmasına gətirib çıxardır. Bəli. Məsəl üçün, biz SSR dönəmində suvarma layihələri vardı ki, o suvarma layihələrinin səbəbindən Aral dənizi qurudu. Yəni, Aral dənizinin artıq çökmə prosesini biz gördük. Belə bir ifadə var ki, deyir, təbiət bizə cənnəti verdi, amma biz o cənnəti beton çöllərə çevirməyi arzuladıq. Ümid edirəm ki, bu veriliş həm izləyicilər üçün, həm bizlər üçün faydalı olar və biz təbiətin cənnətindən daha çox istifadə edərik ki, nəinki onu beton qutulara çevirməkdən. Təşəkkür edirəm Əli müəllim. Minnətdaram, gəldiniz. Hələ bu harasıdır? Hələ inşallah sizin və bizim görəcəyimiz işlər çoxdur. Azərbaycanda kənd təsərrüfatı sahəsi məncə potensialı hələ bilinməyən sahədir. Hələ özünü göstərməyib, hələ yolun əvvəlindədir. Biz 100 milyardlar dollar, evro, nədirsə Azərbaycana bu sahədən gətirə bilərik. Əlbəttə. İxrac potensialımız yüksəkdir. Sadəcə düzgün idarəçilik lazımdır, maarifləndirmə işləri lazımdır, can yandırmaq lazımdır, əmək sərf etmək lazımdır, vətəni sevmək lazımdır. Məhz vətəni sevən insanlar bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycana töhfə verə bilər. Bəli. Bunun da əsas səbəbi, yəni elə lap kiçik yaşlardan düzgün maarifləndirmə. Bəli, bəli. Ən vacibdir, ən vacibdir. Çünki ən kiçik vəzifəlidən tutmuş, ən böyük vəzifəliyə kimi hər şəxs, yəni part arxasından, yəni hər kəs part arxasından çıxır deyə, yəni düzgün maarifləndirmə olsa, istər kənd təsərrüfatında, istər qeyri-kənd təsərrüfatında yüksəlişi hiss eləyə bilərik. Hal-hazırda da Azərbaycanda, yəni bu hiss olunacaq dərəcədə özünü göstərir. Göstərir, amma hələ zəifdir, güclənməyinə çox ehtiyac var. Təşəkkür edirəm Əli müəllim sizə, var olun, nə yaxşı varsınız. Dəyərli dostlar, siz də sağ olun, bizi hövsələ ilə dinlədiniz. Xahiş edirəm rəqəmləri qeyd edin. Əli müəllimdən çox məlumatlar öyrəndim, informasiyaları aldım. İnşallah hələ bu harasıdır, deyiləsi sözlərimiz çoxdur. Bizi izləmədə davam edin. Sağ olun, Allah'a emanet qalın. Hacı Şay, imtina edilmeyecek teklif.